İqtisadi böhran, istehsalın tənəzzülü, inflyasiyanın get-gedə artması mənim ölkəmi ağır vəziyyətə salır. 1920-ci il təkrar olunmasın deyə bizə dostlarımızın, xüsusilə də Türkiyənin köməyi lazımdır. Mənim əziz qardaşlar, siz də bizə arxa durmasaz, bəs onda biz kimi ümid bağlayaq? Əlbəttə biz istəmirik ki, kimsə gəlib bizim əvəzimizə işləsin, müharibə eləsin. Yox, yox, əlbəttə yox. Biz çox yaxşı başa düşürük ki, özümüz heç nə eləməyib, yalnız Allahın və dostların köməyini gözləsək, gülməli olur. Bu barədə bizim Şəkidə lətifə də var. Bir dəfə Əhmədiyə Allah'a yalvarır. Ay Allah, sağ qurban olur. Nə olar? Elə ki mən loterey bileti ilə bir maşınıdır. Bir həftə keçir, maşın zad olmur. Əhmədiyə gənə yalvarır. Ay Allah, axı mən sana yalvardım. Bir maşın nə olan şeydir ki, sən o mağa qıymırsan? Bir həftədə keçir, maşın zadla gəzir. Əhmədiyə gənə yalvarır. Ay Allah, axı mən sana nağarmışım. Sən niyə mağa kömək eləmək istəmirsən? Bir maşın nə olan şeydir ki? Yalvarır. Nə olar? Kömək elə, lotereyindən bir maşın udum. Bu dəfə Allah daha düzdür. Yuxarıdan qışqırır. Ay Əhmədiyə, ay sənə can uyuyur. Mən sənə kömək eləmək istəyirəm. Özdə çox istəyirəm. Amma sən də mənə bir balaca kömək elə də. Heç olmasa bir dənə lotereyini bilet al. Mustafa, nə olubdu? Heç nə olmayıbdı. Ged yat.